Bu dəfə sazan balığım var. Necə hazırlayacağım sizinlə bölüşürəm. İşin bu yerində işıqlar sönüb və içindən kürünün necə çıxdığını sizə göstərə bilməyəcəm. Balığımı yaxşı-yaxşı çimizdirəndən sonra keçirəm əsas məsələyə. Kürünü də pərdələrindən ayırdım. Süzgəcdə yaxşı-yaxşı yuyuram. Bu dəfəki kürülü ləvəngini yaxın Lənkəranlı tanışımın resepti ilə hazırlayacağım. Əvvəlcə qırmızı soğanı blenderdan keçirdirəm. Biraz tavada suyunu buxarlandırandan sonra üzərinə qoza əlavə edirəm. Sonra da balığın kürüsünü əlavə edib qarışdırıram. Deməli, cənub zonamızın resepti ilə bir pomidoru, bir də cəfərini xırda doğrayıb bura əlavə edirəm. Duzunu, istiotunu bollucana vurduqdan sonra yaxşı-yaxşı qarışdırıram. Belə ləzzətli bir içlik alınır. Hələ qoxusu necə gözəl gəlir. İndi də keçirik balığımızı, qəşəng-qəşəng duzluyuruq, istiot duyuruq. Üzərindən kəsiklər atıb, kəsiklərin də arasından duzu, istiotu yeridirəm içərisinə. Və başlayıram balığımın içini qəşəng-qəşəng bolluca doldurmağa. Əməliyyatdan sonra da balığımı yaxşı-yaxşı tikirəm ki, içindən heç nə dağılmasın. Üzərinə biraz zeytun yağı vurdum. Kəsiklərə də limon dilimlərini yerləşdirib sobaya yollayıram. Turşum bitmişdi deyə üzərinə vurmadım. Görə də qızarmağı çox da bilinmədi burada. Amma sizdə varsa mütləq vurun ki, üstü qəşəng qırmızı olsun. Amma ləvəngisi ilə bir yerdə çox ləzzətli bişib, hər ikisinin dadı qarışıb bir-birinə çox möhtəşəm alınıb. Lənkəranlı tanışımın dediyinə görə onlar bu balıq reseptini son çərşənbədə mütləq hazırlayırlar. Siz də yoxlayarsınız, bəyənməyi unutmayın, nuş olsun.